Salam aleykum. Deməli, Yes Samim Fitoklubda Xırdalanda gözəl qardaşla rastlaşdıq. Yo, özü gəldi əslində. Təsadüf olmuş. Deməli fayda görüb də. Qardaş sən nə eləmisən, nəydən fayda görmüsən? Mən mədəmə görə bağırsaq mədəmdən çox əziyyət çəkirdim illərdir. 19 ildir. 2007-ci ildən tələbə vaxtında. Sən bu paylaşımlarını gördüm. Keçdim sən dediyin sistemə. Yəni çörək azaltdım, nə ilə uzlaşır, nə ilə uzlaşmır. Düzəliş elədin də hamısı. Hə, düzəliş elədim. Ondan sonra yağlı o yeməkləri yığışdırdım. Arada o Şirniyyat yox, şirniyyat yerdim, hamısını menyudan çıxartmışam. Fast food, mass food məsələn arada yerdimsə də nə bilim olurdu da, onların hamısını silmişəm. Ondan sonra tərkibi bilinməyən şeylərin hamısından uzaq çıxartmısan. Hə, qəti menyudan çıxartmışam təmiz. Evdə yəni normal yeməklər yeyirəm, baxır uzlaşan yeməklər. Məsələn, qreçka yeyirəm, çörəklə bu olar. Yeyirəm. Özün necə hiss edirsən? Əla, and ol Allaha, əla. Yəni yüngül belə nətər deyim? Elə ki yenidən doğmuş uşaq. İndi deyirdin ki, ət yeyib gəlmisən. Ət yemişəm, elə bir heç yeməmişəm. Tərəvəzlə. Tərəvəzlə, bol tərəvəzlə, kişniş, acı tərəv. Başım Xırdalanda göyərti qoymamısan. Bazarda mən görəndə deyirlər göyərti alan gəlir. Hə, kişniş, şüd, kahı, acı tərəv. Bax bu mədəsində yəni problem varsa bunlardan səni hansı yağ sağaltdı? Dazı otu yağı mən çay tikanı da içirdim. Çay tikanının bir belə faydasını görməmişdim. Amma dazı otu yağını 250 milliqram bir qab içdim. Demək olar ki, 80%, 90% mənim bütün narahatçılığım nəinki mədə bağırsağımda. Bundan sonra bir dənə də birində içirəm. Nəinki mədəmdə. Hətta bağırsaqda da üzr istəyirəm. Yəni belə bütün bədəndə də təngənəfəslik, narahat olurdum, belə panik atak olurdum. Hamısı şükür Allah. Birdən deyirsiz ki, əsmələr. Mən məsələn üçün hamıya deyirəm də qardaş özü diqqətlə qulaq asın. Mən məsələn üçün mədə bağırsaq sistemini çay tikanı sağaltdı. Amma yoldaşımı dazotu sağaltdı. O çay tikanı fərqlidir. Hə, bədən fərqlidir. Düşməyindən asılıdır. İçib qardaş görüb fayda vermir, keçib dazotuna, dazotu ona fayda verdi. O sağaldacaq. Hə, şükür indi özümdə əməlli başlı hiss edirəm ki, yaşayıram da. Yəni əsəb sistemində o istər-istəmə düşür. Çünki o mədə narahat olanda istər insan aqressivləşir. Aqressiv əslində. Birbaşa beyinə təsir eləyir. Düzdür. Mədə bağırsaq sistemi rahatlaşandan sonra şükür Allaha ki, hər şey öz qaydasındadır. Allah qardaşdan da razı olsun. Mən bir dənə şey deyim. Bax məndən çoxsa orada incir ki, sən suallara cavab ver. Qardaş, mən də bax qardaşın yanındayam. Mən də yazdırdım, özlüyümdə incirdim ki, niyə cavab vermir? Bu qardaşı qınamalı deyil. Oradan 100 nəfər, 200 nəfər, 500 nəfər, 1000 nəfər yazır. Bu da cavab ver. Adi telefondur qardaş. Birinə zəng edirsiniz. O adboy kimlənsə danışanda o telefondakı qız deyir ki, yığdığınız nömrə məşğuldur. Düzdür. O sizə cavab verə bilmir. Düzdür. Bu da orada hamıya cavab versə, onda gərək bu qardaş işin ata, gücün ata, yeməyin ata, öz həyatın ata. Mən məsələn üçün qidalanmam var, yürüyüşüm var, isti soyuq su. Mən məsələn ciddi riayət edirəm də o şeylərə. Yatmaq rejimim var, şirələrim var. Orada sizlə ailəm var. Məsələn üçün bax indi gücüm yetdiyi qədər eləyirəm. Boş olduqca yürüyüş eləyirəm, gəzirəm. Bax indi bayaq uşağı məktəbdən götürəndə gördüm bir yarım saat 40 dəqiqə var. Xırdalan içində səkilərlə. Boş getdim, gəldim iti yerişin. Hə bir 2 kilometr getdim, amma 2 kilometr çox deyil. Hətta mən deyim azdır. Yəni təxminən bir 5 kilometr gün ərzində yerisə. Təxmini sən bir dənə sonda bu son kimi təxmini sən mədə bu problemindən neçə il əziyyət çəkirsən? 19 il. 2007-ci ildən tələbə universitetin 2-ci kursunda oxuyandan mən getdim zon tutdum, mədəm ağrıyırdı. Getdim zon tutdum, dedilər səpki qastrit var. Onu da elə bir müalicə aldım, keçdi, özümü gözləmədim. Yaxşı olan kimi tələbə həyatıda, ata-ana rayonda, özüm burada. Qaçırdın, gedirdin, ya kalpası alıb yeyirdin, ya çörək yeyirdin, ya nə bilim, gec dönər yeyirdi. Bax belə şeylərdən yavaş-yavaş artdı problemlər. Elə müalicə olurdu, düzəlirdi. Amma indi heç bir zon tutmadan. Artıq sən gördün ki, insan öz-özünün həkimi oldu. İnsan öz-özünün həkimidir. Mənə elə həmişə deyirdilər ki, sən özünü qoruyursan.
Demək ki, yaxşı qorumurmuşam Yaxşı da. qorumursan, yox. İndi hiss edirəm ki, yaxşı qorumur. Yaxşı qoruyursan. Elə bil ki, nətər deyək, arxamı elə bir divara söykəmişəm də. Arxam boş deyil. Ondan arxaya rahatam. Sağ ol, Çox gözəl da qardaş. sən də sağ ol ki, bizi maarifləndirirsən. Bazardığın qədər, biz gücüm sonsuz yetdiyi minnətdarıq. Yəni qardaşımız da sağ olsun, gəlirik. Bax kim Yəni istəyir bizim- Xırdalanda bu Jes Samim Fito klub, Mədəniyyət Mədəniyyət evindən evindən üzbəüz. üzbəüzdür. Bütün məhsullar var burada. Gəlib buradan ala bilərsiniz. İnşallah. Sağlığınıza qovuşun Allahın izni ilə. Bəli, Çox mən sağ olun. Hə, buyur. Sağlam olmaq istəyirsinizsə, yəni bu qardaşın dediklərinə diqqətlə qulaq asmaq lazımdır, diqqətlə. Orada yazdı, mənə cavab verdi. Yox, o düz gəlmir. Bunu da qınamalı deyil. Orada 100 nəfər, 200 nəfər, 500 nəfər yazır. Bunun dediklərinə mən də valla and ol Allaha heç telefon nömrəsi yox. Yoxdur. Burada gəldim təsadüfən Yoxdur. qardaşdan soruşdum, dedi gələcək, dedim gəlim özü ilə üzbəüz söhbət edək. Burada danışdıq. Mən dedim sən mən dediklərimi eləmisən. Eləmisən. Yəni nə yazmayıb, nə eləməyib, and ola Eləmisən. Allaha. Eləmisən. Yəni nə var burada odur. Hamısını Yəni eləyib. o eləyib də rahatam. Şükür Allaha. Çox. And ol Allaha. Bax bir dəqiqə yemək yeyib çıxmışam. Amma elə bil ki heç vəbşi yemək yeməmişəm. Gembolda ət yeyib çıxıb. Özdə quzu əti yeyib çıxmışam, beyləqan əti. Beyləqanlı. Gözəl. Hə. Yeyib çıxmışam. Tərəvəzlə. Amma çörəklə yesəydi, çörəksiz. kartoşka ilə yesəydi narahatçılıq olacaq idi. Qəti şəkildə kartoşka ilə olmaz. Cinayətdir. Cinayət. Bəli, bəli. O adam həbs olunmalı. Bəli, bəli. Ona görə də çörəksiz içinə biber doğraya bilərlər, göyərti doğraya bilərlər. Yəni belə şeylər, tərəvəzlər doğraya bilər. Bütün hamısı ilə uzlaşır. Bir dənə kartofla uzlaşır. Düzdür. Yəni Çox sağ olun, sağ ol minnətdarıq. qardaş, sən də sağ ol. Düzdür, video biraz çox oldu. İnsanlar çox istəyir ki, çox video uzun çəkirsən. Hətta səbrimiz yoxdur. Biz bunu açıq-aşkar biz sizə deməliyik ki, aydınlaşdırmalıyıq ki, sizə də aydın olsun. Siz də bunu eləyib Siz də şəfa tapmaq istəyirsinizsə, yəni axıra kimi baxmağınızı tövsiyə edirik ki, axıra kimi baxırsınız, görəsiniz nəyi necə Bax, siz də qardaş kimi dəqiq baxın videolara. Əməl eləyin, valla sağalacaqsınız. Allahın da olsun. Hər şey öz əlimizdədir. Öz əlimіздədir. Nəfsinizə hakim olun. Mən özüm ağciyər problemindən, onkoloji problem canımı qurtardım. Mədə bağırsaq sistemindədir ki, mən sadə şəkildə bir də öz əməl eləyin. Mədə elə bir orqandır ki, öz-özünü sağaldır. Yeganə orqandır ki, öz-özünü sağaldır. Deyərəm ki, o təkcə mədə yox, bütün orqanlar öz-özünü sağaldır. Sadəcə olaraq həftədə bir dəfə az qalmaq lazımdır. Qalırsan 24 saat. Qalırsan da. Az qalım, amma axşam bu gün 7-də yeyirəmsə, sabah 7-də yeyim də. Yəni 11-12-yə kimi yeyim, sabah ac qalım yox. 7-dən kəsməlisən. Mədə istirahətə getməli. Bəli. Ancaq ilıq su, 2 saat, 3 saatdan bir qaynanmış su. Tam düz. Çox sağ ol gözəl qardaş. Allah sənə can sağlığı. Sən də sağ ol, minnətdaram. Belə bizi maarifləndirirsən, sən sayəndə canımız rahatlıq tapır. Vallahi həqiqət deyirəm. Yəni videoya görə deyil. Düzdür. Sağ ol, Allah köməyin olsun. Oldu qardaş.